Ev vlogu part 3'dən hər kəsə salamlar. Bugün istəyirəm ki, sizi otaqlarımız ilə tanış edim. İlk olaraq evin girişi. Əslində bura əvvəllər bir otaq idi. Sadəcə biz ara kəsmə qoyaraq girişi ayırdıq. Daha sonra mətbəximiz, yataq otağı, mənim ən sevdiyim hissə olan qarderob otağım, çamaşır otağı. Digərlərini istəyirəm ki, saxlayım, növbəti dəfə göstərim. İndi istəyirəm ki, ətraflı sizə təmirin gedişatından bəhs edim. İşə ilk olaraq bilirsiniz ki, köhnə divarların təmirin sökülməsi ilə başlandı. Hər bir otaqda sıra ilə təmir söküldükdən sonra sıra gəldi elektrik xətlərinə. Bu iş çox qısa bir müddətdə başa çatıb bitdi. Hər bir otaqda elektrik xətləri qoyulduqdan sonra növbəti iş gəldi tavana. Əslində biz ilk vaxtlar dartma tavan düşünsək də, daha sonra ustaların tövsiyəsi ilə qərar verdik ki, alçıban ilə edək. Hər bir otağa lazım olan ləvazimatları aldıqdan sonra sıra gəldi alçıbanın yığılmasına. Bu düşündüyümdən daha uzun vaxt aldı. Təmirdə ən çox vaxt aparan işlərdən biri də tavanın yığılmasıdır. Alçıbanın ilk olaraq dəmirləri qoyulub, elektrik xətlərinin də ona uyğun atıldıqdan sonra sıra gəldi istədiyimiz formada alçıbanın yığılmasına. Bu isə mənim çətinlik yaşadığım hissələrdən biri idi. Çünki ustalarla düşüncə tərzimiz üst-üstə düşmədiyi üçün bəzi problemlər yaşandı. Bunları isə sizə növbəti partda bəhs edəcəm. Görüşənədək hələlik.